Yer səthinin 70%-ni təşkil etməsinə baxmayaraq, alimlər hələ də planetimizdəki suyun haradan gəldiyi barədə tam razılığa gələ bilmirlər. Portsmouth Universitetinin alimlərinin fikrincə, su ilk dəfə böyük partlayışdan 100-200 milyon il sonra supernova partlayışlarının qalıqlarında yaranıb. Bu tapıntılar göstərir ki, yer kürəsində həyat üçün lazım olan materiallar öncə düşünüldüyündən milyardlarla il daha əvvəl mövcud olub. Kompüter simulyasiyalarından istifadə edən tədqiqatçılar hesab edirlər ki, su kainatdakı ilk ulduzlar ölüb supernovalara çevrildikdə meydana gəlib. Bu partlayışların yaratdığı oksigen soyuqlaşaraq ətrafdakı hidrogenlə birləşəndə qalan maddə buludlarında su formalaşır. Sıx və tozlu buludlar həm də ilk planetləri meydana gətirən əsas materiallar ola bilərdi. Suyun kimyəvi formulu H2O-dur. Hidrogen və oksigendən ibarətdir. Təqribən 13,7 milyard il əvvəl ilk hidrogen və helium buludları qravitasiya qüvvəsi altında bir yerə toplaşıb. Bu buludlar sıxlaşdıqca onların mərkəzindəki təzyiq o qədər artıb ki, qaz kütlələrini ulduzlara çevirib və kainata ilk işığı yayıb. Daha sonra bu ulduzlar hidrogen ehtiyatlarını tükədərək öz daxillərinə çöküb və nəhəng supernova partlayışlarına səbəb olub. Bu partlayışlar çox qısa müddətdə 1 milyard dərəcəyə qədər istiliyə çataraq hidrogen və helium atomlarını oksigen də daxil olmaqla daha böyük molekullara çevirib. Bu partlayışlardan sonra hidrogen və oksigen qazlarından ibarət buludlar ulduz qalıqlarını əhatə edib və su formalaşmağa başlayıb. Alimlərin gəldiyi nəticəyə görə böyük miqdarda suyun olması və aşağı kütləyə malik ulduzların formalaşması ehtimalının yüksək olması ilk planetlərin artıq bu qədim supernova partlayışlarından sonra suya malik ola biləcəyini göstərir. Bu isə o deməkdir ki, həyat üçün əsas şərt olan su alimlərin daha öncə düşündüyündən milyardlarla il daha əvvəl mövcud olub.